Salam, hər vaxtınız xeyir. Belə bir tip tapşırığın izahını verəcəm. Çox maraqlı ki, əksər şagirdlər bu tip tapşırıqlarda ilişirlər. Burada bu şərt bizə boşa verilmir. X böyükdür 4, 4-dən böyük ixtiyari bir ədəd götürürük. 4-dən böyük 5, 6, 7 və s. 5 qoyuruq. Bizə bu qiymət ona görə lazım ki, kökün işarəsini müəyyən edirik. Cüt dərəcədən kökdə həmişə işarədə diqqət edirik. 5 qoyanda 5 çıx 3 müsbət eləyir. 5 çıx 3, 2 eləyir, 2 müsbətdir. Deməli, burada rahatlıqla bu kvadrat ilə kökü apara bilərik. Qalacaq belə x çıx 3 üzərinə gəlirik. İndi burada baxırıq. 4 çıx x. X-in yerinə 5 qoyuram yenə. 4 çıx 5. 4 çıx 5 neçə eləyir? Mənfi 1. Aha, kökü cüt dərəcədən kökün altında mənfi olmaz. Yəni, bununla bu deyə bilmək ki, kvadratla kök getdi. Aha, oldu 4 çıx x olmaz. Axı, kökün altında mənfi qaldı. Mənfi olduğuna görə qabağa bir dənə mənfi veririk. Bu üstəgəl olacaq çıx. Aha, üstəgəl olacaq çıx. Çıx, mörtəzədə yazırıq 4 çıx x. Bərabərdir 7. Tənliyimizi həll eləsək, x çıx 3 çıx. Mənfi qabaqdakı, mənfi bütün mörtəzədəki işarələri təsir edir. 7. X bərabərdir. Məlumlar bir tərəfə, məhsullar bir tərəfə 7. Cavab diqqətiniz üçün təşəkkürlər.